Facemark şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı ildə Gülüstan Sarayında 2-ci Qadın Liderlər Zirvəsi keçirilib. Açılışda çıxış edənlər liderlik və sahibkarlıq mövzusunda fikirlərini bölüşüblər. Zirvə 3 panel üzrə keçirilib. Burada qadınların liderlik yolu, qarşılaşdıqları çətinliklər və dayanıqlılıq mövzuları müzakirə olunub. İnanırıq ki, çox möhtəşəm və yadda qalan faydalı bir tədbir olacaq. Onu da qeyd edeyim ki, keçən il keçirilən tədbir 57 böyük şirkət və 500-dən çox lider qadının iştirakı ilə yadda qalmışdı. Bu ildə gün ərzində 3 panel üzrə peşəkar moderator və spikerlərimizin çıxışları ilə yadda qalacaq. Facemark olaraq çox fərqli istiqamətlərdə tədbirlər həyata keçirmişik. Bizim üçün çox xoş bir hadisədir. Çünki düşünürük ki, qadınlar sadəcə biznes və ümumiyyətlə iş sahəsində deyil, onlar eyni öz həyatlarında da liderdirlər və onların atdıqları hər addımda da biz onlara dəstək olmaq, ilham olmaq istəyirik. Qadınların başlanğıc yollarından danışacağıq. Öz panelimizdə birbirindən maraqlı spikerlərimiz var. İstanbul'dan geliyorum. Bugün burada açılış konuşmasını yapacağım. Çok heyecanlıyım. Azerbaycan'ın güçlü kadınlarıyla tanışacağım, onları tanıyacağım için. Tabii gönül isterdi ki bu 8 Mart Kadınlar Günü'nü nasıl Erkekler Günü'nü kutlamıyorsak bunu da kutlamayacağımız bir dünyada yaşasaydık. Ama buna daha vakit var gibi görünüyor. Bunun için biz kadınlar omuz omuza çalışmaya, üretmeye ve karar masalarında olmaya devam edeceğiz.